bir möhtəşəm gənc kimi müstəqilsinizmi? Bəli. Ailəniz tərəfindən sizə müdaxilə varmı? Var, amma ki, baxır hansı mövzularda. Buyurun, danışın biraz. Dedim, ailəm hər işə qarışa bilər, o da ki, haqqı var. Yəni ki, baxır bəzi şeylərə, özün hər şeyi bacara bilərsən də, yəni bu həyat sənindir. Öz xoşbəxtlik axtarsansa özünü tapmalısan, belə bir şey deyən ki. Özünüz təqdim edin. Şeyində var ailəm. Siz? Mirzəyə Validə. Siz müstəqilsinizmi? Xeyr, valideynlərimə asılıyım. Bəs siz? Xeyr, mən də valideynlərimə asılıyım. Bəs sizin qərarlarınızda sizə qarşı müdaxilə varmı? Xeyr, ailəm valideynlərim qarşı bir şey. Ancaq valideynləriniz qarşı bilər. Bəs siz? Xeyr, valideynlərim ancaq qarışa bilər mənə. Bəs ictimaiyyətdən sizə qarşı müdaxilə varmı? Xeyr, onların haqqı yoxdur mənim heç nəyimə qarışmam. Haqları yoxdur. Yox. Bəs sizin? Xeyr, heç kimin haqqı yoxdur qarışmam. Çox sağ olun, təşəkkürlər. Siz müstəqilsinizmi? Müstəqil sayılamaz. Niyə? Əslində tam olaraq müstəqil deyil. Ölkə kimi adımız müstəqildir sadəcə. Özümüz ancaq tam müstəqil olduğumuzu düşünürəm. Bəs fərdi olaraq ailənizdən sizə qarşı müdaxilə varmı? Yox, o cəhətdən müstəqiləm. Müstəqilsiniz. Bəs ictimaiyyətdən sizə qarşı müdaxilə varmı? İctimaiyyətimiz biraz belə inkişaf eləməlidir. Məncə daha çox müstəqillik olmalıdır. Siz müstəqilsinizmi? Да. Niyə? Ну, как вам так сказать-то? Потому что я в себе уверена в своих решениях, поэтому спокойно верю в себя и могу свои решения принимать и исполнять их спокойно в Азербайджане. Это хорошо приветствуется. Siz müstəqilsinizmi? Biraz izah edərdiniz. Müstəqillik var. Fərdi olaraq, özünüz olaraq. Bəli, müstəqiləm ki, özüm Sizin qərarlarınızdan sizə qarşı müdaxilə olurmu? Xeyr, bəzən olur valideynlərdən. Məsələn, nə müdaxilələr? Səhv qərar olduqda öz müdaxilələrimi bildirirlər, fikirlərimi bildirirlər. Bəs ictimaiyyətdən sizə müdaxilə olur mu? Xeyr. Çox sağ olun. Siz müstəqilsinizmi? Demək olar ki, Biraz izah edərdiniz. yəni ki, müstəqil siz nəyə nəzərdə tutursunuz? Öz qərarlarımı özüm alıram, istədiklərimi özüm eləyirəm. Təbii ki, ailəmlə məsləhətləşirəm, o öz yerində böyüklərə hörmətdir. Baxır yerində də. Bəs müdaxilə varmı sizə qarşı ailənizdə? Müdaxilə yox, məsləhət demək olar ki, var. Məsləhət verirlər. Belə olar, belə olmaz. Təbii ki, biz də başa düşürük ki, hansını düz deyirlər. Bilirik ki, yəni valideyn isə pisliyimizi istəməz hər halda. Siz müstəqilsinizmi? Kifayət qədər. Biraz izah edərdiniz. Müstəqillik deyəndə ki, demokratik bir ölkədə yaşayırıq, kifayət qədər müstəqiləm, qanuni şəkildə. Azadlığa qalanımızda necə lazımdır? Bəs qərarlarınızda sizə qarşı müdaxilə varmı? Baxır necədir, yəni təbii halda böyüdən valideynlərimiz az-çox müdaxilə edirlər. Ancaq son məqama gələndə yenə öz birliyimiz. Siz müstəqilsinizmi? Əlbəttə. Müəyyən mənada hə. Yəni ki, elə çərçivələr var ki, ondan qırağa çıxmaq olmaz. Yəni müstəqilliyin də hüdudları var. Bəs siz? Sözün əsl mənasında. Müstəqilsiniz. Fərdi olaraq. Yəni bilmirəm, müstəqillik elə hər bir cür qəbul eləyir. Yox, fərdi olaraq, siz özünüz, gənc olaraq. Bəli. Bəli. Bəs sizin qərarlarınızda sizə qarşı müdaxilə olunurmu? Əlbəttə, elə mən onu nəzərdə tuturdum ki, müstəqilliyin çərçivələri var deyəndə qərarlarıma hələ ki müdaxilə edənlər var, bəli. Müdaxilə edənlər var. Bəli, bəs sizin? Mən kreativ gənc olduğum üçün fikrimi, sərbəst fikrimi formalaşdırıram, çatdırıram və yeri gələndə də zaman keçəcək gerçəkləşdirirəm.